Selamun Aleyküm Şeyx. Aleyküm salam. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir ki, hər bir müsəlmana elm almaq vacibdir. Burada hansı elmlə söhbət gedir? Yəni burada elm almaq, təbii ki, müsəlman elm almaq vacibdir. Hər bir müsəlman. Lakin burada söhbət gedir, təbii ki, həm dini, həm dünyavi. Yəni İslam bir dənə qadağan eləmir dünyavi elmləri öyrənmək. Dünyavi elmləri də öyrənmək lazımdır, həmçinin dini də. İndi hamı da lazım deyil dini elmləri öyrənsinlər. Bir qism öyrənsə, onları öyrədəcək, başa salacaq. Dünyavi elmləri də həmçinin. Aydındır, bu təmzimlənməlidir. Cəmiyyətdə təmzimlənməlidir və salam. Ümumiyyətlə, hər bir kəsin bilməsi olan o zəruri elmlər hansılardır? Amma elmin, bəli, elmin bilirsiniz, məsələn, həm lap dünyavi elmləri götürsək, dini elmləri götürsək, elə elmin elə bir hissəsi var ki, hamını bilmək vacibdir onu. Amma elə, məsələn, hissəsi var ki, onu hamını bilmək vacib deyil. Müəyyən adamları öyrənsələr, onlar bəs edəcək. Aydındır. Aydındır. Onu sən boşalt, soyğudur.